gördüğünüz Fabirlikin online mağazinidir və mən bura daxil olmuşam ki, sizə göstərim ki, bir xanıma görəsən aylıq nə lazım olur. Məhsullara keçirəm, qulluğa keçirəm, hər ay nə alırıq? Biz diş macunu alırıq. Təbii ki, burada qara qiyməti görürsüz və qırmızı qiyməti görürsüz. Qara qiymət kataloqda olan qiymətdir, qırmızı qiymət isə sizin alacağınız qiymətlərdir. Buyurun baxın, cürbəcür qiymətə diş pastaları var. Baxın, endirimlə də ala bilirsiniz. Hətta ən sevdiyim pastalar var, ağız yıxalayıcıları var, hətta diş fırçalarımız belə var. Uşaqlarınız üçün də ftorlu, ftorsuz diş pastaları var. Və tutalım ki, yəni bir ədəd diş pastası atdıq münasib qiymətə. Deyirəm, sonra diş fırçası lazımdırsa, diş fırçası da ata bilərsiniz. Bir ədəd diş fırçası atdıq. Hətta diş fırçası alana diş sapı çox gözəl indirimdə düşəcək. Onu da atacağım səbətə. Saçlar üçün bütün məhsulları seçək. Şampun lazımdır. Bir ədəd şampun seçək. Sonra gedək aksiyalara baxaq və aksiyalardan burada bir də balzam seçək. Balzamı seçdik, sarı qiymətdən seçirik, gəldik və baxırıq səbətimizdə nə qədər məhsul var və nə qədər pul var. Baxın. Bir dəqiqə diş sapını da dedim atacağım. İndi diş sapını da atım. Baxın, bu diş sapı da 3 manat 27 qəpik yox, 71 qəpiyə. Bunu da atdım səbətə, qayıtdım da geriyə. İndi gedək evə lazım olan, bizə başqa nə lazımdır ona baxaq. Gedək duş geli alaq. Bilirsiniz ki, olmazsa olmazımızdır bədənə qulluq. Duş gelləri, cürbəcür qiymətə duş gelləri var. Hətta ən sevdiyim seyrə budur. Münasib qiymətə meyvələr var, cürbəcür böyük boylar var, belə var, indirimdə olanlar. Bunun qoxusunu da çox sevirəm. Münasib qiymət dediyim üçün təbii ki, münasib qiymətə olan atdım səbətə və bunun hətta sabununu da ataq. Ev üçün antiperspirant da var bu arada. Keçək bura. Sonra keçək dezodorantlara. Bütün məhsulları seçirəm. Burada bizə lazım olan, baxın 8 yaşdan uşağı oğlan və qız uşaqları üçün də var və mən bunu qoyuram kənara. Ayda seriyasından istədiyiniz məhsulları indirimdən əldə edə bilərsiniz. İstər kişi, istər qadın. Bir ədəd kişi üçün götürək, bir ədəd qadın üçün götürək və dönək geri. Hələ də səbətimiz addım hədiyyəsini qazanmaq üçün dolmayıb və nə edirik? Başqa bizə nə lazımdır? Qabyon maye lazımdır. Bəli. Geri qabyon mayemizi də alaq. Keçirik ev bölümünə. Ev üçün kosmetika, qablara qulluq. Bir ədəd qabyon maye alım, bir dənə sabun alım, qoxuları aradan qaldıran. Bir ədəd qabyon maye alım. İstədiyiniz qoxuda istədiyiniz yəni mayeni ala bilərsiniz. Bunu alaq bu səfər. Sonra bizə nə lazımdır? Ləkə çıxarıcı. Uşaqlı evlərdə olmazsa olmazımız. Bunu da atdım səbətə. Məncə bugünlük bir xanım üçün bu bəsdir. Atdımı keçirəmmi? Bəli, keçirəm. İstədiyinizi buradan ixtisara da sala bilərsiniz. Amma yenə də bu qədər məhsulu başqa bir mağazindən alsaz, alacaqsınız 50 plus manata. Amma burada görürsünüz, sizə düşən qiymət 37 manat 50 qəpikdir və bunun müqabilində şirkət sizə həm hədiyyə kupon verir, növbəti kataloqda alış-veriş eləyəsiniz, həm də bu 4 dənə dəsti cəmi 3 qəpiyə alasınız.